Təbii qaz və elektrik enerjisi sərfiyyatına görə tətbiq edilən aylıq sabit tarifin xərc yükü əsasən az təminatlı ailələrin üzərinə düşəcək. Yeni Sabah məlumat verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə bu mexanizm həmin ailələr üçün faktiki olaraq yüksək tarif deməkdir və onlar bu artımı daha çox hiss edəcəklər. Samir Əliyev əlavə edib ki, 2025-ci ilin yanvarından təbii qaz üzrə illik istehlakı 1200 kubmetrə qədər olan əhali qrupu üçün tarif 12,5 qəpik müəyyənləşdirilib və bu ən aşağı tarif hesab olunur. Bu kateqoriyaya aid abonentlər il ərzində 150 manat ödəyir. İqtisadçının sözlərinə görə 2026-cı ildə yeni tarif artımı olmasa belə, sabit tarif səbəbindən bu məbləğ 162 manata yüksələcək və nəticədə qazın 1 kubmetri faktiki olaraq 13,5 qəpiyə başa gələcək. O bildirib ki, bu isə əhalinin təxminən 48% üçün tarifin 12,5 qəpikdən 13,5 qəpiyə qalxması deməkdir və artım ən azı 8% təşkil edir. Əliyevin fikrincə istehlak azaldıqca faktiki tarif daha da yüksəlir. 1000 kubmetr üçün 13,7 qəpik, 800 kubmetr üçünsə 14 qəpik olur. İqtisadçı analoji vəziyyətin elektrik enerjisində də yarandığını deyib. Onun sözlərinə görə aylıq 200 kilovat-saata qədər istehlak üçün müəyyən edilən 8,4 qəpiklik tarifdən istifadə edən abonentlərin xərci 16,8 manatdan 17,8 manata yüksələcək. Bu isə əhalinin 65% üçün 1 kilovat-saat elektrik enerjisinin faktiki qiymətinin 8,9 qəpiyə qalxması deməkdir. Samir Əliyev qeyd edib ki, elektrik enerjisində də aşağı istehlak zamanı tarif daha yüksək olur. 150 kilovat-saat üçün 9,1 qəpik, 100 kilovat-saat üçünsə 9,4 qəpik. O əlavə edib ki, aşağı tarifdən əsasən az təminatlı ailələr istifadə edir. Çox mərtəbəli binalarda yaşayan və mərkəzi istilik sisteminə qoşulan bəzi abonentlər də bu qrupa daxil ola bilər. Ancaq ümumilikdə aşağı tarifdən daha çox imkanı məhdud olan ailələr yararlanır. İqtisadçı yekunda vurğulayıb ki, adından asılı olmayaraq 2026-cı ildə qənaətçil ailələr üçün qaz tarifləri ən azı 8%, elektrik enerjisi tarifləri isə ən azı 6% artmış olacaq. Onun sözlərinə görə sabit tarifin xərcini daha az hiss edənlər əsasən imkanlı təbəqədir. Nəticədə isə əhalinin 48% qaz, 65% isə elektrik enerjisi üzrə faktiki olaraq yüksək tarif ödəməli olacaq.